Salam əziz Teleqrup izləyiciləri, Qərə Bilgədədir. Kardiologiyanın qonşuluğundan sizin üçün bir dənə 12 sotluq əyitdə bir dənə bağ evi çəkirəm ki, əyit yesi deyir ki, demək olar torpaq qiymətinə verirəm buranı. Ev üstündə padarkədir. Evdəki maşallah köhnətikli də olsa, qəşəng təmiz, remontdan çıxmış bir bağ evidir. Deyirəm ev yəsi ilə, əmi ilə dərdləşdiyi bir balaca. Əmi deyir ki, mənim cavanlığım burada keçib. Daha deyir ki, yaşlanmışam. Bağ evi ilə şəhər evinin arasında qalmışam, yoruluram. İstəyirəm ki, daha köçün bir kərəmliyi şəhərə. Bir daha buradan balkon var, balkondan da dəniz panoraması var, görsənir. Əyitdə də ki, maşallah tut ağacıdır, cürbəcür ağaclar var, meyvə ağacları. Əmi deyir ki, bunların hamısını özüm körpəlikdən böyüdmüşəm, özüm də qulluq eləmişəm. Demək, məsələ belədir. Bilgəhdə, kardiologiyanın üzböz əyitlərdə. Buranı tanıyan tanıyır. Burada çox adam nə əyit satır, nə də əyit alır. Çünki satan yoxdur. Köhnə bunlar qonşulardılar, hamısı bir-birinə mehribandırlar. Əmi deyir ki, mən hər cür halallıq verirəm və bu bağdan çıxıram. Dedim, əmi evin için çəkim. Dedi ki, müəyyən yer-yığış işlərimiz var, səliqəsizliyi istəmir ki, görəsiz. Real alıcı olsa dedi, problem yoxdur. Götür gəl, hələ evin içinə girək, gəzək. Çox səliqəlidir. Bunun üçün nə etmək lazımdır? Teleqrupun səhifəsində Qərə nömrələrini qoyacaq. Yığırsınız ki, ay Qərə, o bağ bizim xoşumuza gəlib. Bəlkə də quşların səsi düşmür mikrofona, amma bir dənə sakitçiliyi var burada, gəl görəsən. Tələsmək lazımdır. Yığın Teleqrupun səhifəsindəki nömrələri, Qərə sizi götürüb gəlsin bura. Allah alana da, sana da xeyir versin. Görüşərik dostlar.